birinin sadə işləri üçün belə təşəkkür etməyə çalışsınlar. Məsələn, həyat yoldaşı düzdür ki, hər gün evə vəzifəsidir ki, çörək alsın. Amma insan ona təşəkkür etsə, Allah da bu işi sevər, həyat yoldaşının da xoşuna gələr. Hər bir işdən ötürü, adicə məsələn, hansısa bir yaxşı hədiyyə alıb, təşəkkür lazımdır. Adicə evdə məsələn bizə bir qabı götürüb o tərəfə qoymağa kömək edib, bunun üçün də təşəkkür lazımdır. Və ondan əlavə bəyin özü də məsələn, əgər biz dəfələrlə qeyd etmişik ki, xörək bişirəndə xanıma bir təşəkkür etmək onun nə qədər belə deyək ki, xoş əhvalda olmasına kömək edir. Və ona görə də bir-birinizə sadə işlər üçün belə, hansı ki biz bəzən onu elə bilirik ki, vəzifəsidir, etməli idi də. Məsələn, xanımlar özü deyir ki, mən niyə təşəkkür edeyim ki, vəzifəsidir də. Bəli, vəzifəsidir, amma insanlıq tələb edir ki, biz qarşı tərəfə təşəkkür edək ki, ta ki o da bu adəti görsün və bizim övladımız da bu adəti özündə kəsb etsin.